Salam aleyküm. Hardayam Ökmeli Qob yolunda. Yoldan 50 metr maksimum. 30 metr, 20 metr. Bax, işığın şotçusu, qazın şotçusu. Yəni burada hər şey var. Tam əşyalı. Evdən heç nə götürülmür. Heç nə. Bir dənə maşın rahatlıqla daxil olur. Kirayədə idi 300 manata. Kirayə çıxartdırılıb. İndi hal-hazırda satışa qoyulub. Açarda buradadır. Bax, kombinin otağı. İçəridə kombisi, yəni hər şey var da. Ayrıca otağı var. Yəni burada bütün əşyalar qalacaq. Yəni nə əşya görürsən, oplanmaq lazım da prosta burada. Bax, mətbəx mebelləri var, yaxşılardan yığılıb. Yəni nə görürsənsə hamısı qalacaq içərisində. Qoşar, daşdır və mətbəxin ölçüsü də çox genişdir. Yəni böyük kvadratda ev axtarırsansa, 2 otağın böyük kvadratı ya, yəni 3 otağın yox. Buradan da gəldi, bir dənə də burada qəşəng zalı. Kombisinə qədər var. Təmiz, səliqəli evdir. İçindəkilər də qalacaq. Yəni bundan sonra alıb bura bir dənə də 1 manatda pul qoymağa ehtiyac yoxdur. Baxın, pəncərə aşıtqasına qədər var. Gün işığı evin içərisinə düşür. Yəni qiyməti haqqında məlumat verim, sonra keçim oranı seçim. Qiyməti neçəyə? Heç neçəyə. Son qiymət deyim, bir qiymət deyim. 39.500 manata bəli. 39.500 verirsən, bir dənə sənə Radnoy 2 otaqlı ev verirəm. Və buradakı əşyalar da spoşna, dəsti, nabor, hamısı qalacaq. Rahat bir 3-4 minlik əşyası var. Boş ev alırsan, bunları doldurma. Yox, 3-4 mindən çox olur. Yəni mətbəx mebelinin elə 1000 manatdan yuxarı qiyməti var. Yəni boş ev alanda, yox kombisiz adı, yəni 5000-lik rahatlıqdan əşya var. Yəni bugünkü gündə bu qiymətə görə ideal variantdır. Boş ev aldın, gərək bunları doldurmasına 6000 zad əldə pul lazımdır. Bu ev neçə düşür sənə? 34 mindən. Əlaqə saxlayın, hər qiymət əldə evləri var. Kim də evini satırsa əlaqə saxlasın, yoluna qoyağın, sağ olun.